Elxan, dur get bulaqdan su gətir, çay qoyaq, xörək hazırlayaq. Elxan durdu. Bir dəqiqənin içində geyindi. Vedrəni götürüb eşiyə çıxdı və tezcə əsə-əsə içəri gəldi. Boy, o qədər qar yağıb ki, dedi. Yol iz görünmür. Qoy bulağa iz düşsün, sonra gedərəm. Qoca nənə o biri nəvəsinə yaxınlaşdı. Kamran, dur get bulaqdan su gətir, çay qoyaq, xörək hazırlayaq. Kamran oyanıb qalxdı. Tezcə əsə-əsə içəri gəldi. Boy, o qədər qar yağıb ki, dedi. Yol iz görünmür. Qoy bulağa iz düşsün, sonra gedərəm. Qoca nənə indi o bir nəvəsinin çarpayısına yaxın durdu. Nacilə, dur get bulaqdan su gətir. Çay qoyaq, xörək hazırlayaq. Heç əl-üz yumağa da suyumuz yoxdur. Nacilə durub geyindi. Balaca küzəni çiyninə alıb eşiyə çıxdı. Tezcə də geri qayıtdı. Boy, o qədər qar yağıb ki, dedi. Yol iz görünmür. Qoy bulağa iz düşsün, sonra gedib gətirəcəm. Qoca nənə lap dilxor oldu. Qorxdu ki, gedəyi yolda izdə qara batıb qalar. Bəs indi necə etsin? Məcbur olub balaca nəvəsinin yatdığı çarpayıya yaxınlaşdı. Ay aslan, dur get bulaqdan su gətir, çay qoy içək. Evdə bir gilədə suyumuz yoxdur. Aslan yerindən sıçrayıb qalxdı. Tezcə geyindi. Vedrəni götürüb eşiyə çıxdı. Qoca nənə ilə Südabə xalanın gözü qapıda qalmışdı. Onlara elə gəldi ki, aslan da indicə geri qayıdacaq. Biraz keçmişdi. Qoca nənə pəncərənin qarşısına gəldi. Bulağa gedən qarlı yola baxdı. Ayaqlarını uzunboğaz geyinmiş nəvəsinin qara bata-bata getdiyini görəcək xoşbəxtlə gülümsədi və ürəyində dedi: "Mənim qoçaq balam, oxumaqda da işdə də mənim birinci balam." Nəriman Süleymanov.